Hal-hazırda Wrocławdan Varşavaya gedirəm. 5-20 dəqiqə sonra yola çıxacağam. Belə, işıqları söndürdüm. Pərdələrini bağladım buranın, bu otağın və indi yatacağım. Hə, deməli, Varşava Centralada düşdüm və buradan bilet aldım Modlin aeroportuna. Deməli, burada trenlə gedirik Modlin adlı bir yerə. Oradan da avtobus bileti var, hansı ki şattle'dır, aeroport shuttle. Bizi aparacaq birbaşa Modlin aeroportunun qarşısına. Warszawa to blisko. Buradan mərkəzə getmək üçün avtobus var, onu axtarıram. Ona minəcəm və oradan da metroya gedib qaldığım otelə çatacağım. Hazırda Naramba küçəsindəyik, yəni ki, Targovi'da. Belə baxanda Targovi'dan çox da fərqi yoxdur, hətta Targovi daha gözəldir. Amma binalar öz sözünü deyir, binalar, arxitektura. Buranın ən tanınmış hansı adı nə idi yeməyin? Tapas. Tapas yeməyə. Tapas. Tapas, hə. Tapas. Deməli, bunu mənə Ceyran atdı, bu profili. Adı Kolum restorandır. Reklam edilib, bəlkə reklam işi gələr. Neysə. Burada başqa bir tapas yeri tapdın Nərmin. Qiymətini soruşmağa gedir. Bəli, çünki hər şeyin ən ucuzunu axtarırıq. Çünki niyə? Kiçik büdcəmiz. Bəli. Özümüz kimi. Yo, bunlar maraqsızdır, burger zadı yox. Bunu yiyəcəkdik. Paella. Paelladır. Paelladır. Bir şey deyim, bu mərkəzdəki restoranlar adətən çox bahalı və dadsız olur. Getdik Ona onlara. görə getdik. Adətən mərkəzi restoranlar mənim öz şəxsi fikrimdir ki, turist trap olur. Mərkəz qiyməti 2 dəfə, 3 dəfə baha olur. Dadı isə so. Mama yığır. Mamam zəng edir. Aç bir dənə. Salam. Salam. Bu ne dadı? Salam. Onu hiç görmemiştim bala. Salam. Hoş istirahatler. Allah size can sağlığı versin. Sağ ol xala, səndən var həm. Ergi mazardan uzak olasınız. Narahat olma. Narahat olmayın, narahat olmayın buradayım. Mərgümazar yanımdadır amma. Deməli, bura mərkəzi küçədir. Laramba. Düz deməyə bilərəm. Düz demədin. Heç mən də bilmirəm nə yalan deyim. Bunlar hər şeyi fransız aksenti ilə deyirlər. Onsuz da heç nəyi düzləyə bilmirlər. Əslində nədə deyir ki, bura Fransanın küçələri oxşur, amma mən deyərəm ki, Milanın küçələrinə oxşur həqiqətən. Çox qəşəng küçələri var. Sözün aslında heç Fransada belə küçələr görməmişəm. Ha, bir də biz biraz maqnit xəstəsiyik. Mən də maqnitlərə baxırıq. Evə maqnit. 1 evrodur, nə qəşəng ucuzdur. Ən ucuz maqnitlər Romada satılır. Neçəyədir ki? 1 avroya. Burada da 1 Bunu avrodur. ilk dəfədir görürəm. Mən ilk dəfədir 1 avroya görürəm. Al ya. Alırıq. Bu da mənəm. Əlimdə powerbank. Sonra piçenyələr belə qaraç kimi gəzirəm. Sumka da kutqanın altında. Əla, turistə oxşuyuram. Rossiniyə gedirik, Nərmin. Rossiniyə gedirik. Hara geri? Rossini. Ora haradır? Bura.
Yox, balam, bura getmirik. Biraz fayda eski yerə gedirik. Tamam. Bu arkadaş bize ilişti. No, we've eaten already. Where are you from? Azerbaijan. Kurit, Danzafait, Bastia, Azerbaijan. Bize yapıştı. Sən özünü cəlb eləyirdi deyə şəkər Orada birisi təhlükəsizdir. Sənə toxundu birinci. Bolvaz adıma toxundu. Onda ağzı üstə şapalaq. Guys, buradan kanalizasiya gəlir. Nərmin, buna bax Nərmin. Hello. Deməli dostlar, yadınızda da bir yer var idi, dedik ki mərkəzdədir, turist trapdır. O gördüyünüz növbədən sonra qayıtdıq həmən mərkəzdəki yerə. Son durum budur. Da əynimizi dəyişdik, belə quick bir fit dəyişikliyi elədik. İndi gedirik, nə bilim, bax görək haran tapırıq gəzməyə. Barcelona Nights. I mean, how do you feel about that? Allah. Deməli, gəldik. Dəniz qırağında çoxlu beach clublar var. Ay, gözüm çıxdı işıqdan. Gəlmiş onlardan birinə. Mənim qızlara bax, hamısı necə? Balam, sən də cins giymişsən, okey mi? Aa, qız da cins geyinir. Deməli, saat 11-də biz hələ Çıxmamışıq oteldən. hə. Hələ gözəllik prosedurlarımız bitmiyor arkadaşlar. Good morning. Deməli ikinci gündəyik. Gəlmişik səhər yeməyi eləməyə. Səhər yeməyi niyyətində isə kafe shopdur. Kafe shopda millət oturub iş görür. Nərmin 5 dənə, 6 dənə süd növü görüblər, fikirləşir. Halsını götürüb. Acaba Bakıda olsaydı normal. İnək südü. Hə, canım. Maşallah da 3.30 evrodur, çox ucuzdur. Deməli amerikanomu sifariş elədim. Bir dənə zakaz elə bilməyib, 2 dənəsindən gedən mən. Have it here, take away, meal menu, breakfast menu. Aa, breakfast menu var imiş və çox ucuzmuş. Elə bir ki, ikisi bir yerdə olur və 3-4 evrodur. Mən o qiymətlərə ancaq kofe aldım. Heyf. Dil 3 dənə var. English, Spanish, Catalan. Smaller one? Yeah. Oh. Thank you. Bugün nə qəşəng görsənir. Sən nə sifariş elədin? Matcha latte. Matcha latte. Güzel olur. Breakfast menyuları var imiş. Ha? Heç nə olmaz. Sonradan gördüm ben de. Meyve istersen? Niyyət. Niye? Olar bunu yeyərəm. Kaka var ya içinde. Bu da dibinə qoyublar ki, Hmm. mən istəyirəm meyvənin üstünü yeyir sonra. Davaydı mən gelin özüm üçün götürüm gəlirəm. Sən də 60-dan. Sicilya'da fistaşyo bitriydi geçen hafta. Şeyler var idi, küçeler fistaşkadan olan yemeklerden dolmuştu. Sicilya'da. Sicilya deyil, o Sicilyada. Bəli canlarım, dünən bu yolu keçəndə, bu piyada keçidində bir oğlan gördüm, çox qəşəng idi, Allahsız. Bir saçımı düzəldim. Ha mama. Geldik çıktık Arc de Triomphe'a. Bugün geldiğimiz ilk yer. Burada qaqaşlar var, mahnı qoyublar. Çox şey vibe verirlər. Elə bir ki, Üzeyrin mahnıları Nabrana gedəndə qoşan qaqaşlar olur, Enol 7-ilə. O vibe hər yerdə var, hər yerdə fərqlidir. Bu da papayadır, biz heç vaxt yeməmişik. Bizə baxışlarla var. Hə,
Hə, canlarım. Bunlar da deməli burada 2 avrodur. Bu meyvəni çox bəyənirəm həqiqətən. Bizdə olan alma, armud, bunlarda olan mango. Bunun adı yadımdan çıxdı. Papaya. Bu nədir? 1 euro. Biber. Pomidora baxın. Aa! Nərmin pomidora bax. Əlim nə dadı verir deyim. Hadi yeyim. Mən yedim. Mango ilə balqabağın ortasının dadını verir. Balqabağa mango tamı veriblər. Götürü bəlkə biraz. Okey. Gəzə-gəzə gəldik La Sagrada Familia'ya. La Sagrada Familia'ya. Mənim bir dənə videoma var, Şumur vardı. Şumur xanım. Burada indi göl olmalıdır. Arxalardadır. O göldən buranın mənzərəsi çox gözəl görsənir. Yəni, inanılmazdır da detallar. Bura bax. Deməli, o qəşəng mənzərəli yerdə çoxlu şəkillər çəkdik. Qəşəng şəkillər çəkdik. Bunların gəlinliklərinə baxın. Bir gəlinlik var. Nəysə, getdik supermarketə. Bu how much da? Nədir? How much? How much? It's a surprise. Surprise. Burada bahalıdır. Burada mərkəzdə bir dənə Lidl filan görmədik. Yəni market. Bir saatdir danışıram, çəkmirəmiş. Restoranın menüsünə baxırdım ki, bəs Türk restoranı idi. Çöndüm, baxdım, pide gördüm. Dedim, nə yaxşı pide var. Qiymətini gördüm, dedim, olmasa ondan yaxşıydı. 15 avro 20 sent. Afişan çıxdı Türk. Afişan çıxdı Türk. 5 bir avro olub çıxdıq oradan. Bu qədər. Nə dedi ki sənə bir abla? 5 demədi, dedi Türk müsünüz? Mən dedim Azərbaycanlıyam. Dedi, bildim Məncə elə. türklər 15 avroya çox deməyimizi çox qəşəng başa düşə bilər. Onlar bizi çox qəşəng anladılar. 15 avroya 10 dənə pidə yemək olar. 15 avroya mən öz şəhərimdə qəşəng yeyib içərəm. Vallahi. Vallahi. Neden başarmıyor? Biraz boynandır nedeni. Biz biraz problemli Neden İnsanlara. masaj kupası durumdadır? Neden sinirim? Ay kız başını kırarsın, boynuna kırarsın xəstə. Ama xırtılım. Ben bunlara yazdım gəlir. Yok bir tarafında değil. Adam kim masaj ediyor? Biz geldi. Çok var da verir. Şeker de var. Şeker biraz. Çalkalı. Karıştırdı bunu, karıştı. Ne de ölür. O başı değdi, başı ağrıdı. Deməli, çöldə yer açıldı. Bizi də çölə gətirdi. Biz də burgerlər sifariş eləmişik. Burger 12 euroydu. O qəpikləri siz niyə yeyirsiniz? Mən heç anlaya bilmirəm. Okey. Mən belə video çəkirdim. Mənə ofisiant yaxınlaşdı, dedi ki, çalış belə çəkmə, çünki kimsə telefonunu götürüb qaça bilər, belə qoyma. O səbəbdən biraz ehtiyatlı. Telefondan qolma götürüb qaça bilər. Biz yedik, biz yeməyə. Bu arada place-i göstərim. Qaranın girişi. Bizə mən başımı çəkdim. Bu Avropada dilənçilərin belə olmağı bütün şəhərlərdə belə eləyirlər. Eləməyən şəhərlər də eləməyə başlayır. No. Artıq saat 5-dir. Və sözün açığı biz çox yorğunuq. Əslində yorğun deyilik, sadəcə ayaqlarımız yorulur. Biraz belimiz ayağımız. Hə, çünki çox gəzdik. Saat 20-də neçədə oyanmaq? 5-də. Əşyalarımızı toparlayacağıq. Biraz əynimizi dəyişəcəyik və gedəcəyik dəniz qırağına. Dəniz qırağını gəzməyə. Bu qız nə deyirsə düzdür. Yol verdilər. Düzən nə?
Zara, Guess, Ayşe, Tommy. Guys, international experience yaşayırıq. Salamlar. Qiymətlər çox ucuzdur. Dəhşətli dərəcədə ucuzdur. Məsələn də bu çanta 29 evrodur ya da ki tutaq ki də Zara şalvarlar Bakıda neçə olur? 80-120 manat arası olur da bu 30 evrodur. Yəni çox qəşəngdir. Yəni qiymətinə görə əladır məncə. Bizi niyə Bakıda bu qədər az maaşla bu qədər çox ödətdirirlər bilmirəm. Gördüyümüz kimi İngilis və Amerikanların daha çox geyindiyi markadır. Bahalıdır. Bahalı markadır. Əla. Süper. Gelin baxın. Yox. Promoyal. Hamısı da burada balaca razmerdir də. Yəni üstündə heç ölçü yoxdur. Və biz elə bilirik ki, bunlar pijamada, amma halbuki pijama deyil də günlük paltarlardır. Pijama nədir? Gecə paltarı. Kadrımıza daxil olan Neda. Sevirsiniz bu mağazini Neda xanım? Stiledir də, stile bu. Bu marka həqiqətən stiledir. Mən də özümə bu arada bunu aldım. Bütün mərkəzi küçələri gəzdik əslində, amma bilmədik hara-haradır. Qoş, vurduq ləpə. Bu arada özüm aldığım təzə sweatshirt. Əynimizi dəyişdik, gedirik sahil qırağına. Baxaq görək orada nə var. La Barceloneta beachdir. Dedilər ki, ən qəşəngi odur. Gedək görək ən qəşəngi odur yoxsa yox. Gəldik. Hara gəldik? La Barceloneta metro stansiyasına. İndi buradan getməliyik dəniz qırağına. İndi sən düşürsən, sən belə gəl. Bu sahillərin qabağına. Yəni o qədər güzgülər, qorumalar, nə bilim şüşələr. Heç vaxt bu çöldə belə qalmazdı da. Halbuki bizim millət çox da mədəndir, yəni heç kəs gəlib heç nə eləməz. Nə? Nə oldu bizim millətə? Qurban olam Azərbaycan. Normalda məsələn başqa ölkələrdə olanda, ya Polşada olsun, ya Fransada olsun, heç kəs qırmızı işıqda keçmir. Yol bomboş olsa da hər kəs gözləyir. Amma burada hər kəs keçir. No one cares. Yes. I am razı. Hiss edirsən o havanı, havadakı o tuzlu qoxunu. Nəmişlik demək istədim. Çox gözəldir. İndi sahilə düşək. Düşək aşağılara biraz. Aşkına gəzir. Yaxtalara baxdıq və yaxtalarda belə bağlıdır da, yəni arada bir buradan çıxan formada bir Ara kəsən. Ara kəsən. Üstünə çıxıb baxaq. Üstünə çıxdıq, baxdıq. Necə hiss edirsən Nərmin? Yəni sinifləndirməyə həqiqətən görürəm. Bu biraz təsir elədi. Kasıb olduğumu hiss Olduğumu edirəm. hiss elədim biraz. Hə. Amma Gəzməyə. Allahdan ümid kəsilməz, bir gün yaxtamız ola bilər. Zərər filan. Allah, super. Mən buranı çox bəyəndim həqiqətən. Yəni Barcelona dedikləri qədər varmış. Bir də burada Amerikalı turistlər dəhşət çoxdur. Dəhşət çoxdur.
çoxdur. Və Azərbaycanlılar da dəhşət çoxdur. Bəli. Klublarda dəhşət çoxdur. Cavanlar, uşaqlar hamısı 18-19 yaşındakı uşaqlar. Başqa bir beach kənarında o gəzirdi və o beach kənarında çoxlu klublar var idi və klubların növbəsində yəni onlarca, yüzlərcə adam var idi. Hamısında yaş ortalaması mən deyərdim ki 15-20 arasıdır. 15 olmaz, 15 yaşında 15 uşağı yox. kluba götürmürlər. 17-20 var idi. 19-20 arası var idi. Gözümə balaca gələnlər də var idi. Nəysə, dəhşət çoxdur. Və kənardan əyləncəli görsənir, amma bilmirəm necədir. Bilmirəm, girmədi içəri. Maalesef. Giriş də 20 evroydu. Giriş də 20 evroydu. Bir dənə də sok verirdilər. Sok mu nəysə içki verirdilər. Yəni okey deyirlər ki, Barselonaya gəldin, sonra klublarını gəzməlisən, amma yəni 20 avro 1 saatlıq, 2 saatlıq mənasızdır. Bu qədər. Hə, yəni əgər gedirsənsə, yəqin ki sonuna qədər əylənmək üçün getmək olar. Turistsinizsə, limitli vaxtınız varsa, biraz çətin məsələdir. Çətin məsələdir, düzdür. İndi bir şeylər içməyə yer tapaq sahil boyunca. Oh my gosh. Nice job. Thank you. Yorğunçuluqdan çəkməyə vaxt olmadı. Sahil kənarında gəzdik və çox yorulduq. Dəhşət dərəcədə yorulmuşuq çünki səhərdən gəzirik və saat artıq onun yarısıdır. Taksidəyik və gedirik mərkəzdə bir dənə şirniyyat yeri var. Nərminin onda gözü qalıb. Onu yeyək və çox acıq. Qaranlıq oldu. Lazımdır yemək. Yəni düşüb öləcəm bu dəqiqə acılıqdan. Gedək yemək yeyək. Gəldik həmən şirniyyat kafesinə. Dondurma. Oy, burada dəhşət çox mototsikl var. Duydun ya bundan sonra yemək yemərsən. Merhaba. Yiyərəm. İspanya'ya gəlib tacos yeməmək suyu istiyor. Üçün əyri durmasın. Gəldik kesadilya yerinə. Kesadilya yerik. Hibiskus siropu. Desert üçün belə bir şokoladlı, çiyələkli. Pistaşkanın adı neydi? Pistachio. Dubai şokoladlı desertimiz var. Burada Bakıda yediklərim kesadilya değildi də dəqiq. İspanya vətənində iyi onun. Sosu çox bəyənirəm. Nə sosu Biraz ki o? acılıdır, bilmirəm. Əslində qoxusu tanış gəlir, amma göyərti nə bax. Petruşkayı verir bu. Petruşka, Mənə biber qarışdı. limon, acı Üstündə var. də petruşkalar var. Məndə petruşkadır. Okey, neyse indi biz yiyək. Nərmin bizə baxacaq. Şirinlər də yazıqlar çaşdılar. Kim kesadilyanı soğansız yeyir? Mən sevmirəm soğan. Soğan sevmirəm. Dünən yemək sifariş eləmişəm. Soğanlı da deyə eyni yeməyi yemədim. Ofisiant dedi ki, onu soğanla bişirmək mümkün deyil. Mən də dedim ondan sonra O da dedi ki, onu da yemirəm. Sonra mən onu sifariş elədim. Mən də gördüm, bəyəndi və dedim ki, soğan hiss olunmur soğan ki. içi olur da onun Çünki içində. soğan yeməyin içində hiss olunmur. Olur. Acıdım. Bakıda neçə dəfə kesadilya yemişəm. Heç biri bu deyildi də. Heç biri qətiyyən əlaqəsi yox. Özü də.